Dövlət İmtahan Mərkəzi tərəfindən ekranda gördüyünüz sual tipi qəbul imtahanına salınmışdır. Gəlin sizlərlə bir yerdə bu sualın həllinə baxaq. Şərtdə deyilir ki, cisim dayaqla birlikdə A1 təcili ilə şaqili yuxarı hərəkət etdikdə çəkisi 2 dəfə artır. A2 təcili ilə şaqili aşağı hərəkət etdikdə çəkisi 2 dəfə azalır. Və bizdən də A1 bölək A2 nisbətini tapmağımızı istəyir. Deməli, burada bilməli olduğumuz məqam odur ki, cisim dayaqla birlikdə sükunətli olduqda P0 bərabərdir MJ düsturu ilə hesablanır. Əgər ki, birinci halda qeyd etdiyi kimi A1 təcili ilə şaqili yuxarı hərəkət edərsə, bu zaman P yuxarı bərabər olacaq M vuraq J plus A1-ə, yəni artır çəki. Özü də qeyd edib ki, çəkisi 2 dəfə artır. Deməli, artıq MJ-ni 2-yə vurmaqla onu 2 dəfə artırıram axı, elə o P yuxarıya bərabər olacaq. Ona görə 2 vuraq MJ bərabərdir M vuraq J plus A1 yazıram. M-lər hər tərəfdən ixtisar getdi. 2J bərabərdir J üstə gələk A1-ə. Buradan A1-i tapanda olacaq 2J çıxaq J bizə verəcək J. A1-i tapdıq. İkinci halda isə qeyd edir ki, artıq A2 təcili ilə şaqili aşağı hərəkət etdi, çəki 2 dəfə azalır. Şaqili aşağı hərəkət zamanı bu zaman P aşağı bərabərdir M vuraq J minus A2 olacaq, yəni azalacaq. Özü də şərtdə qeyd edir ki, 2 dəfə azalır. Yəni artıq sən P0-ı 2 dəfə azalır dediyi üçün 2-yə bölməklə P aşağını almış olacaqsan. Artıq burada MJ-ni böləcəksiniz 2-yə, bərabər olacaq M vuraq J minus A2-yə. Hər tərəfdən M-lər getdi. Buradan indi J-ni tapaq. J-ni tapanda 2-ni əlbəttə ki, J minus A2-yə vurmalıyam. J bərabər olacaq 2 vuraq J çıxaq A2-yə. Mötərizəni vurub açanda J bərabərdir 2J çıxaq 2A2. Buradan 2A2 bərabər olacaq 2J çıxaq J-yə. Bu da bərabər oldu J-yə. A2-ni tapanda alacağıq J bölək 2. Deməli, bayaqlar A1-ə tapdım J, A2-yə tapdım J bölək 2. Bizdən də şərtdə A1 bölək A2-ni istəyir. Gəlin yerinə yazaq indi. A1-imizə J tapmışdıq, A2-yə də J bölək 2. J-lər ixtisar getdi. Bu 2 sürətə çıxır. Deməli, cavab olacaq 2. Baxaq görək hansı variantdır. C bəndi doğru cavabdır.